Hər kəsə salam. Bu gün bayram təmizliyi eləməyi nəzərdə tutdum. Çünki bayrama bir neçə gün qalıb və mən hələ də təmizlik etməmişəm. Düzdür, gündəlik təmizlik eləyirəm. Ortalığı təmizləməsəm mümkün deyil. Ev zibilxana kimi görünər. Çünki uşaqlar əllərinə keçəni cırıb tökürlər yerə. Belə də oyuncaqlarla dolu olur, zibillər, nə bilim çörək qırıntıları hər yerdə olur. Hər gün təmizlənməsə, hətta bəzən elə olur ki, gündə 2 dəfə ev təmizlənir. Çünki çörəklər adamın ayağına batır, həm də günah olmasın deyə. Buna görə tez-tez təmizlənir, amma yenə də dərin təmizlik çox tez-tez edə bilmirəm. Bugün bayram təmizliyi eləməyə qərara gəldim. Yataq otağından başladım. Yataq otağında pasteli dəyişdim. Yorğan döşəyin üzünü dəyişdim, təzələdim. O biriləri atdım paltaryana, yuyuldu, astı. Düzdür, videoda hamısını paylaşmamışam. Təkcə otağın içində gördüyüm işləri paylaşmışam. Ondan sonra keçdim, pərdələri açdım. Pərdələri düzdür, əvvəlcədən açmışdım. Videonu çəkməyə başlamamışdan qabaq açmışdım. Onları da atdım, paltaryan yudu və mən videonun irəli dəqiqələrində görəcəksiniz. Elə yaş-yaş gətirdim, astım. Hər dəfə belə edirəm. Radiatorların istisi onu qurudur onsuz da. Elə üstündə özü quruyur. Sonra pəncərələri sildim. Ondan sonra xalçaları yığdım, çırpdım. Yeri toz soranladım, sildim, amma xalçaları çırpmağımı videoda yenə göstərməmişəm. Toz soranlamaq da biraz bir hissə düşüb. Amma və orada da zaryadkam bitibdi. Xəbərim olmayıb ki, video dayanıb. Sonra sildim. Sildiyim videoda düşməyibdi. Amma yenə də dedim ki, videoda qeyd edim. Bu otaqda paltarları falan qatdaladım, belə, yəni ümumilikdə dərin təmizlik etməyə çalışdım. Düzdür, şkafların içi, şifonierlərin içi qaldı. Onları da yəqin ki, çatdırsam, gələn günlərdə edəcəm. Amma hələ ki, ortalığı belə təmizləməyə ancaq çatdırdım. Əslində, təmizlik eləmək çox rahatlaşdırır məni. Otaq təmiz olanda adamın içi də rahat olur. Bayram qabağı isə evdə səliqə olanda daha da adam fərqli hiss edir özünü. Həqiqətən də belə yaz gələndə adam istəyir ki, fərahlıq olsun evinin içində. Buna görə də həmişə təmizləmək lazımdır əslində. Sadəcə olaraq mən çatdırmıram. Belə, bu qədər. Bugünlük videom bura qədər. Hələlik.